Salam, hər vaxtınız xeyir olsun. Bugün bütün yay hazırlaya biləcəyiniz qaymaqsız, sadəcə meyvə ilə çox ləzzətli dondurma resepti bölüşürəm. Meyvə ilə belə dadlı dondurma hazırladığınıza heç kəs inanmayacaq. 2 ədəd bananın qabığını təmizləyib dilimlərə ayırıram. Bananı doğradıktan sonra boş qaba düzürəm. Qoyuram dondurucuda 2-3 saat donsun. 3 ədəd kivinin də qabığını təmizləyirəm. Kiviləri də doğrayıb boş qaba düzüb, bunu da 2-3 saat dondurucuda dondururam. %150 qram çiyələyində saplağını təmizləyib dilimlərə ayırıram. Çiyələyi də dondurucuda qoyuram donsun. Öncə kivili dondurmanı hazırlayıram. Kivini və 1 ədəd də bananı blendera yerləşdirib üzərinə 1 xörək qaşığı limon şirəsi, 1 xörək qaşığı qatlaşdırılmış süd əlavə edirəm. Krem halına gələnə qədər rondodan keçirdirəm. Hazırdır. Çox möhtəşəm dondurma alınır. Hazır qarışımı dondurma formasına yerləşdirirəm. Dondurmanı formaya yığdıktan sonra üzərinə də düzləşdirirəm. Dondurmanın çöpünü də yerləşdirib dondurucuda 4-5 saat dondururam. Çiyələkli dondurmanı hazırlayıram. 1 ədəd bananı, çiyələyi blendera əlavə edirəm. Üzərinə 1 xörək qaşığı limon şirəsi, 1 xörək qaşığı qatlaşdırılmış süd əlavə edib krem halına gətirirəm. Karışım hazır olduktan sonra dondurma formasına yerləşdirirəm. Çöplərini yerləşdirdikdən sonra dondurucuda bərkiyənə qədər dondururam. Mən dondurmaları 5 saat dondurucuda gözlətdim. 5 saat gözlətdikdən sonra formadan çıxardıram. Dondurmanın hazır şəklinə də baxa bilərsiniz. Qaymaqsız, sadəcə meyvə ilə bu qədər ləzzətli dondurma hazırladığınıza heç kəs inanmayacaq. Bütün yay hazırlaya biləcəyiniz sərinləndirici, yüngül, uşaqdan böyüyə hər kəsin bəyənəcəyi çox ləzzətli dondurma alınır. Hazırlayıb siz də yoxlayın. İnanın ki, çox bəyənəcəyiniz bir dondurma olacaq. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.